Şərq xalqlarının tarixi, dili, ədəbiyyatı, mədəni irsinin öyrənilməsi üçün yəni aparılan fundamental tədqiqatlar hal-hazırda varmı? Mən sizə onu deyim, yəni biz bildiyiniz kimi hələ təzə-təzə bu işin demək olar ki, bu süni intellekt, rəqəmsallaşma, düzdür, əvvəl də ölkəmizdə var idi, istifadə eləyirdik, amma indi professional şəkildə, yəni elmi tədqiqat işlərinin aparılması, həm dilçilik baxımından, həm ədəbiyyat baxımından, yəni elmdə fundamental əsərlərin ortaya qoyulması, rəqəmsallaşma ilə bağlı, süni intellektlə bağlı belə bir əsərlərin ortaya qoyulması üçün bizə vaxt lazımdır. Yəni biz artıq hələ bu işin təzə demək olar ki, başlanğıcındayıq. Özümüz öyrənməyə çalışırıq. O qaçır, biz qovuruq. O qaçır, biz qovuruq. Sanki təzə yeni bir proqram çıxır. Biz onu öyrənincə, onu tətbiqə başlayırıq, baxırıq artıq başqa bir proqram var. Onu öyrənməyə çalışırıq, baxırıq artıq başqa bir proqram var. Mən ehtimal eləyirəm ki, təbii ki, fundamental əsərlər olacaq və var da, məsələn, Dilçilik İnstitutunda məncə orfoqrafiya lüğəti üzərində böyük işlər gedir. Yəni onlar artıq onu işə başlayıblar. Bizim Şərqşünaslıq İnstitutunda da yenə kitablarımız artıq başlamışıq belə bir əsərlər yaratmağa. Plan işləri götürmüşük süni intellektlə bağlı. Məsələn, tutaq ki, şərqşünaslıqda süni intellektin istifadəsi necə məhsuldar ola bilər. Bu sahədə belə işlər görməyə çalışırıq və inanırıq ki, tezliklə çox böyük fundamental əsərlər ortaya qoyulacaq bu barədə. Və bu da bizə gələcək nailiyyətlərimizdə, gələcək elmi araşdırmalarımızda, indi bəlkə bizdə də olmasa, gələcək nəsillərdə onlara bir yol göstəricisi kimi yol göstərən olacaq.